Herkese salam. Bugün üniversitetin ilk günüdür. Əslində 15 olacağını sanırdıq, amma bizim dərslər həftə 4 günə endirildiyi üçün 16-sı, yəni bugün gedirəm. Belə üzümdən də göründüyü kimi çox halsız oyanmışdım. Evdən çıxdım. Zeynep qızardım. Ben de kıpkırmızı yapışım. Bir ders qutardı. Belə deyir yuxum gəlir. Belə biz 7-də çıxacağıq. Sana neçədir? Ben az bir səhər rejimdə istəyirəm. Səhər sinir. Öpün. Ders tutmuşdum mən də. Tam vaxtında girdik sinifə. Bir dəqiqə qalmışdı sinifə Mənim girdik. qapı bağlayırdı, deyib daxtda aldı əlindən. Görmədi bizi. Yaxşı sən, öpün. Müəllimə baş qarışıb dostlar. Bu da çıxır. Acından ölürəm dostlar. Böhtə gedirəm. Bunlar vurulmasın da, zəng acamır. Bu da açılmır. WhatsApp grubumuzu paylaşsam. Başka indidən ümid eləməyin ki, ay Leyli ilə birinci Günay cavab verəcək. Ay batamdan sonra mənə vaxt gələcək. Elə şey yoxdur. İnanın ki, 1-90 dəqiqə ərzində 25 nəfər adamı soruşmaq asandır. Bir de aklım var adım bilmeseydik. Burada da birbirimizin adını bilmeseydik hansı ad olduğunu düşünərdik, ondan danışırıq. Zeynep çok yaşayın. Ben Meryem adını çok sevirdim. Bir de Aylin adını çok sevirdim. Meryem de olabilir. Meryem de şeydi ki. Banu. Şans geçerdi. Ben yine buradan yıkılmalıyım, kaşınırım. Bunun da böyle imza atları, inci. Ayşe var, bir şey yapıyoruz. Paylaşacağım vlog, çekebilirim seni. Ne kadar okurum. Uşağın əksi olması üçün ancaq genetikada olmalıdır, yoxsa genetikada olmasa da ola bilir. Nə uşağın nə Əksi olması üçün. adətən genetik olur. Sevindim səni, kim baxacaq uşağı? Bir tane soruştum, aklıma ne sordu? Çıxaq bəlkə buradan. Gəlin. Şey vuruldu ki. De, yok. Mən Ablazadə deyildi, Bakıdan anadan olmuşam. Əslində xəyallarım çoxdur. Yəni düşünürəm ki, bütün hamısını gerçəkləşdirsəm də yenə təzə bir xəyalım ortaya çıxacaq. Onda deməli gedən yoldur. Əsas məsələ gedən yoldur, yəni xəyallar. Amma məqsədim həm işimi yaxşı eləmək, həm yəni işimdə uğurlu olmaq, həm də ki, yəni öləndən sonra da yaxşı bir insan olaraq hamının yadında qalmaq. Sən də yaxşı bir ev olmaq istəyirsən, hə? Söhbət elədik. Yalandan gülürəm yəni. Vəziyyət heç o deyil. Başqa yol yoxdur. Ne kadar süper oldu. Kaynazan yok. Belki daha. Ben diyorum ki akşam gelirsen. Dokusun yarısıdır. Saat 1'e işləmiş evdən çıxan anda, yəni səhər məni geri dönsün. Çox çətindir gün ortası, məni dəhşət çətindir.
Çox yorğunam, acam, namazlarım qalıb. Kombinim də belə. Çox yorğunam, başım çox ağrıyır amma olsun. Yeniyək. Əgər videomu bəyəndinizsə, fikirlərinizi bildirməyi unutmursunuz, abunə olursunuz. Bu qədər. Sağ olun.